Sizi varlanmağa nə qoymur? Üçüncü videomdur. Deməli, məsələn, nəyəsə iş görmək istəyirsiniz. Mental fikirlər var da, məsələn, özünüzdən olmayan şeyləri fikirləşirsiniz. Məsələn, fikirləşirsiniz ki, bir işə girişsəm bu olmaz və yaxud burada maneələr çoxdur. Hələ heç qarşılaşmamışsınız, nəsə kimsə hardasa eşitmişsiniz. Halbuki dünyada elə ölkəmizdə də hamı işlə məşğul olur, hamı da davam eləyir. Nəsə qazanırlar. Amma heç girişməmişsiniz, o belə olar, burada belə problem olar, filan kəs nə deyər, nə bilim, birdən alınmaz. Özünüzdə, beyninizdə mental olaraq çox şeyləri açıb qırmalısınız da. Və yaxud hansısa sahəyə girmək istəyirsiniz, deyirsiniz ki, orada akulalar var. Düz deyə, istənilən yerə əgər doludursa, rəqabət çoxdursa, çətindir. Amma yenə də istənilən anda, hər dövrdə, hətta ən çox iş adamları işə girişə biləcək ən rahat dövrdə də belə haradasa boşluqlar var. O boşluğa düşüb öz işinizi görüb vəsaitinizi qazana bilərsiniz. Yəni mental olaraq hələ qarşılaşmamış, görməmiş özünüzə maneə qoymayın. Elə şey yoxdur. Yəni əsas girişin. Ən asan şey, məsələn, iş görəsən, ən asan şey odur ki, fikirləşim ki, ayo, bura çətindir, burada nəsə problem olar, bu filan kəs nə deyər. Belə şeylər təmiz, yerlidir, bilib beyninizdən çıxartsaz, özünüzü öz eləyəcəyiniz işlərdə azad, qanun çərçivəsində azad tutsaz, bir çox maneəniz aradan qalxar və böyük ehtimalla uğurlu iş yarada bilərsiniz.